Həya nə cür formalaşır insanda? Hansı səbəblərdən törənir? Yenə hədislərimizə müraciət edəndə görürük ki, iki əsas səbəb ortaya qoyulur ki, birincisi imandır. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, imanla həya bir yerdədir, birlikdədir. Onlardan biri aradan gedərsə, digəri də aradan gedər. Usul-i Kafidə belə bir hədis var. Bu hədis obrazlı hədisdir. Yəni, məsəl, təmsil şəklindədir bu hədis. Ki, Allah Teala Adəm əleyhissalamın qarşısına Cəbrail vasitəsilə 3 dənə xüsusiyyət qoydu. Ağıl, həya və din. Dedi, ey Adəm, bu üçündən birini seçməlisən. Adəm əleyhissalam ağlı seçdi. Ağlı seçəndə Cəbrail əleyhissalam deyir, dinlə həya dedi ki, siz çıxın gedin. Həya ilə din dedi ki, biz heç yerə gedə bilmərik. Çünki bizə əmr olunub ki, ağıl hardadır, biz orada olmalıyıq. Ona görə də həyanın ikinci səbəbi ağıldır. Aqil olan bir varlıq, ağlı olan bir varlıqda həya xüsusiyyət olar. Hədisdə də İmam Əli əleyhissalam buyurur ki, ağıl bir ağacdır, onun meyvəsi həya ilə səxavətdir. Ağıl deyir bir ağacdır, onun meyvəsi nədir? Bir həyadır, bir də səxavətdir. Ona görə də həyası olmayanın dini də olmaz. Din, iman həya ilə daima birgədir. Ağıl həya ilə daima birgədir. Şəriətimizdə belə bir hökm var ki, insan naziril muhtərəm deyilir. Yəni, hörmətli görən, yəni dərk edən, ağlı kəsən, dərk edən bir varlığın qarşısında insanın öz eyib yerlərini açıb göstərməsi haramdır. Amma bir varlıq ki, onun ağlı yoxdur, dərk etmir, göz var, görür, müşahidə eləyir. Amma idrak yoxdur. Məsələn, heyvanatın da gözü var. İdrak yoxdur ki. İnstinkt əsasında heyvanlar hərəkət edirlər, davranırlar. Heyvanatın qarşısında, məsələn, deyir, insan məsələn, birdən məcbur qalsa, paltarı dəyişmək istəyirsən, soymaq istəyirsən, libası soyunacaqsan, eyib deyil bu. Amma dərk edən bir varlığın qarşısında, bir insan qarşısında insanın belə hərəkət etməsi ağıl baxımından da qəbahətlidir, şəriətdə də qəbahətdir. Hətta şəriəti olmayan insanlar da bunu qəbul edirlər. Ki, məsələn, öz təbii ehtiyaclarını cəmaatın içində yerinə yetirməz. Niyə? Həya edir, ayıb sayar onu. Bu eyiblik hardan gəlir? Bu həya hardan gəlir? Ağıldan gəlir. Ona görə də həyanın formalaşmasının səbəbi nədir? Biri də ağıldır. İndi biz kimlərdən həya etməliyik? Kimlərin qarşısında həya göstərməliyik, nümayiş etdirməliyik? Yenə biz hədislərimizdə Peyğəmbər və Əhl-i Beytdən nəql olunan elm xəzinəsinə baxdıqda 4 cəhət göstərilir. Birincisi, insanın Allahdan həya etməsidir. İnsan Allahın huzurunda həya etməlidir. İmam Kazım əleyhissalam buyurur ki, gizlində Allahdan həya eləyin, necə ki aşkarda insanlardan həya edirsiniz. Yəni, deyir, necə ki insanların qarşısında özü abırlı aparırsan, həyalı aparırsan, tək qalanda, gizli qalanda da deyir Allahdan həya eləginə. Əmir əl-Mömin əleyhissalamın çox gözəl bir kəlamı var. Buyurur ki, bəzən deyir, gizlində dostluq elədiyin şeytanı aşkarda söyürsən, aşkarda lənət deyirsən. İnsan belədir də, Allah şeytana deyir, lənət eləsin. Gizlində şeytanla dost da, insanların içində başlayır şeytanı lənət deməyə. Pis işlərlə gizlində əlaqəsi var. Gizli qalanda bütün pis qəbahətli işləri görər. Aşkarda başlayır qəbahətli işləri pisləməyə. Bu insanda riya yaradır, ikiyüzlülük yaradır. Din həmişə bu cür insanlardan əziyyət çəkir. Din səmimi insan yetişdirmək istəyir. Riyadan uzaq olan bir insan yetişdirmək istəyir.